Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə keçirilən məhkəmə prosesində zərər çəkmiş şəxslər dindirilib. Zərər çəkən Nurlan Bağırov Daxili İşlər Nazirliyinin daxili qoşunlarında xidmət edərkən hərbçi yoldaşları ilə birlikdə Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin hücumuna məruz qaldığını bildirib. Qeyd edib ki, hadisə zamanı onlara atəş açılıb, əl qumbaraları atılıb. Nəticədə onun 14 hərbçi yoldaşı şəhid olub, bəziləri yaralanıb. O özünün də hadisə zamanı yaralandığını bildirib, digər zərər çəkənlər də ermənilərin açdığı atəş nəticəsində və ya mina partlayışı səbəbindən yaralandıqlarını bildiriblər. Məhkəmə prosesində zərər çəkən şəxslər barəsində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi də elan edilib. Məhkəmənin növbəti iclası mayın 6-sına təyin olunub.